Min illərdir ki, Misir piramidaları gözümüzün qabağındadır. Amma onlar sadəcə memarlıq möcüzəsi deyil, həm də böyük bir sual işarəsidir. Bu nəhəng daş abidələri həqiqətən kim tikib və ən əsası necə tikib? Bugün biz sanki bir təhqiqatçı kimi bu sirrin pərdə arxasına baxacağıq. Yad planetlərdən tutmuş, gizli enerji mənbələrinə qədər ən məşhur nəzəriyyələri bir-bir araşdırıb, onları elmi sübutlarla üz-üzə qoyacağıq. Gəlin bu sirli səyahətə birlikdə başlayaq. Deməli, ilk nəzəriyyəmiz bizi birbaşa kosmosa aparır. Yəni, düşünəndə bu qədər möhtəşəm bir tikilini qədim insanların tək başına bacardığına inanmaq biraz çətindir, elə deyilmi? Bəlkə də kömək həqiqətən də göylərdən gəlib. Bu nəzəriyyənin əsas iddiası əslində çox sadədir. Deyirlər ki, o dövrün alətləri ilə tonlarla ağırlıqdakı daşları qaldırmaq, üstəlik onları millimetr dəqiqliyi ilə yerləşdirmək, bu sadəcə mümkün deyildi. Buna görə də bu işin arxasında mütləq daha inkişaf etmiş bir sivilizasiya olmalıdır. Bax, bura həqiqətən maraqlıdır. İddiaları sübutlarla qarşılaşdıraq. Bir tərəfdə nəzəriyyəçilər deyir ki, bu insan bacarığını aşır. Digər tərəfdə isə arxeoloqlar piramidaların lap yaxınlığında bütöv bir infrastruktur, yəni bir şəhərcik aşkar ediblər. Minlərlə ixtisaslaşmış işçinin yaşadığı kəndlər, misalətlər və ən əsası, Merir gündəliyi kimi papiruslar. Təsəvvür edin, bu gündəliklərdə daşların karxanadan tikinti sahəsinə necə gətirildiyi, layihənin necə idarə olunduğu xırdalığına qədər yazılıb. Bu, yad planetlər haqqında deyil, insan təşkilatçılığının və zəkasının möhtəşəm bir hekayəsidir. Yaxşı, bəlkə də sir onların necə tikilməsində deyil, nə üçün tikilməsindədir. Gəlin növbəti şübhəliyə keçək. Bəlkə də piramidalar fironlar üçün son istirahət yeri deyil, tamamilə fərqli bir məqsədə xidmət edirdi. İndi bu həqiqətən də çox cəlbedici bir fikirdir. Bu nəzəriyyəyə görə piramidanın forması, materialları, daxili quruluşu, bunların heç biri təsadüfi deyil. Onlar güya yer kürəsinin təbii enerjisini toplayan, gücləndirən və bəlkə də simsiz şəkildə ötürən nəhəng bir rezonator, yəni bir növ enerji stansiyası kimi dizayn edilib. Elmi fantastika filmlərindəki kimi. Yaxşı, bəs bu texnoloji yozum misirşünasların bildikləri ilə nə dərəcədə üst-üstə düşür? Sübutlara baxanda görürük ki, piramidaların daxili quruluşu, o cümlədən şaxtalar və otaqlar, qədim Misirin dini mətnlərində təsvir edilən axirət səyahəti ilə mükəmməl uyğunluq təşkil edir. Məsələn, kral otağından çıxan o dar şaxtalar var ha, onlar birbaşa Fironun ruhunun qalxacağına inanılan ulduzlara tuşlanıb. Və o, rezonator deyilən sarkofaq, əslində digər Misir məqbərələrində tapılanlarla eyni funksiyanı daşıyır və eyni dizayndadır. Gəldik sonuncu böyük nəzəriyyəmizə. Bu nəzəriyyə piramidaların dizaynında gizlənən daha dərin mənalara fokuslanır. Bəlkə də piramidalar daşdan hörülmüş bir mesajdır və biz hələ də o mesajı tam oxuya bilməmişik. Bu nəzəriyyə deyir ki, qədim Misirlilər piramidaları şuurlu şəkildə elə dizayn ediblər ki, onların hündürlüyü ilə perimetri pi ədəri ilə bağlı olsun. Yaxud Giza yaylasındakı 3 böyük piramidanın yerləşməsi Orion bürcünün kəmərini təmsil etsin. Yəni bu, sadəcə bir məqbərə deyil, bir kainat xəritəsidir. Ancaq biraz dərinə gedəndə bu kodlar o qədər də möhkəm görünmür. Orionla bənzətmə tam dəqiq deyil və bu nəzəriyyə bölgədəki onlarla digər piramidanı niyəsə nəzərə almır. Piramidaların əsas istiqamətlərə mükəmməl uyğunluğu isə çox güman ki, onların günəş tanrısı Ra ilə bağlı dini inanclarından irəli gəlir. Pi ədədinə gəlincə, bir çox alim düşünür ki, bu gizli bir kod yox, sadəcə olaraq tikinti zamanı istifadə olunan ölçülərin yaratdığı riyazi bir təsadüfdür. Beləliklə, yad planetlilər, enerji stansiyaları və gizli kodlar, bütün bu sübutları bir araya gətirəndə ortaya hansı mənzərə çıxır? Gəlin qısaca araşdırmamızı xatırlayaq. 3 fərqli yoldan getdik. Kosmosdan gələn kömək, gizli texnologiya və kainatın şifrələri. Hər bir nəzəriyyənin öz cazibəsi olsa da, heç bir arxeoloji və tarixi sübutların sınağından tam keçə bilmədi. Bütün dəlillər israrla bizi tək bir istiqamətə aparır. Və bəlkə də əsl möcüzə elə budur. Yad planetlilərə və ya itirilmiş texnologiyalara heç ehtiyac yoxdur. Əsl heyrətamiz olan odur ki, insanlar ortaq bir məqsəd üçün bir araya gələndə görün nələrə qadir olurlar. Beləliklə, gəldiyimiz ən məntiqli nəticə budur. Piramidalar fironlarını əbədiyyətə daşımaq üçün tikilmiş, insan zəkasının və iradəsinin zirvəsini göstərən inanılmaz dərəcədə mürəkkəb məqbərələr idi.
Bu, hekayəni daha az möcüzəvi etmir. Əksinə, onu daha da ilhamverici edir. Amma bu son söz demək deyil əlbəttə. Qumların altında hələ də kəşf edilməmiş otaqlar, oxunmamış yazılar ola bilər. Piramidalar öz sirlərini asanlıqla vermir. Və bəlkə də onların ən böyük cazibəsi elə budur. Həmişə soruşmaq üçün yeni bir sualın olması.